Sabah Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə həyatı quracaq. Arzunun nişanlısı Səməd Qurbanovu işgüzar dairələrdə yaxşı tanıyırlar. O, Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Səmədin atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Məsələn, Ümumrusiya Azərbaycanlılarının Konqresinin yaranması ideyası ona məxsusdur. Onu həm də xeyriyyəçi kimi tanıyırlar. Həyat yoldaşı İlina Pamelovanın sözlərinə görə Bakıdakı Pravoslav məbədi məhz onun vəsait hesabına bərpa olunub. Rusiyanın ən zəngin Azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburq Evraz şirkətlər qrupunda Nijni Tagil, Qərbi Sibir və Kuznetsk metal kombinatında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İlina Pamelova davam etdirib. Məsələn, onun həm sahib kimi fəaliyyət göstərdiyi Koros şirkətlər qrupuna iri meşə kampaniyasından əlavə 3 ədəd plasma zavodu daxildir. Bu şirkətin gəliri ötən il 100 milyonlarla dollar təşkil edib. Səməd özü də işgüzar dairələrdə uğurlu biznesmen kimi tanınır. Arzu Əliyeva isə 1989-cu il yanvarın 23-də Bakıda anadan olub. Azərbaycanda xeyriyyəçilik və başqa humanitar fəaliyyət növü ilə məşğul olub. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edib. Rus, İngilis, Fransız və İspan dillərində sərbəst danışır. ANS Arzu və Səmədi ilk dəfə bir neçə ay əvvəl Bakıdakı Kempinski otelinin açılış mərasimində birlikdə görmüş, daha sonra isə onları tanınmış müğənni Eminin iyul ayında Yaşıl Teatrdakı konsertində müşahidə etmişdi. Cütlüyün toy mərasimini Bakıda açıq havada Xəzəri sahilində keçirmək nəzərdə tutulur. Mərasimə dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət olunublar. Tədbirin konsert proqramında isə məşhur mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulur. ANS bütün kollektivi adından Arzu və Səmədi, onların valideynlərini ürəkdən təbrik edir. Onlara xoşbəxt ailə həyatı və səadət arzulayır.